Deməli, biz bu gün danışırıq ideal qaz üzərində izoproseslərdən, yəni qaz qanunlarından. Burada biz 3 hala baxırıq. İzotermik, izobar və izoxlor proses. Gəlin birinci danışaq izotermik prosesdən. İzotermik proses sabit temperaturda verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Deməli, sabit temperatur deyilirsə, T bərabərdir konstant və verilmiş kütləlidirsə, təbii ki, N bərabər konstant olur. Deməli, biz öyrənmişdik ki, PV mütənasibdir T-lə, yəni PV bərabərdir konstant, T sabit olduğu üçün normalda deməli necə idi? PV mütənasibdir T idi. Onda burada PV bərabərdir konstant olur. Burada biz yerinə qoyub P1, V1 bərabərdir P2, V2 yaza bilərik. Və buradan asılılıq qurarıqsa P1 bölünsün P2 bərabərdir V2 bölünsün V1. Deməli, bu nə oldu? Bu qanunun adına biz deyirik Boyle-Mariotte qanunu. Boyle-Mariotte qanunu. Dedik T konstant. Düzdürmü? Gəlin qrafiklər üzərində göstərək. Məsəl üçün, mən yazıramsa T, V qrafiki. Çəkirəmsə, deməli T sabitdirsə T-yə perpendikulyar bir xətt çəkirəm. Məsəl üçün, yazıram V, T qrafiki. T konstantdır dedik, onda T-yə konstant çəkirəm. Perpendikulyar. İndi götürürəm T, P qrafiki. T konstantdan da buradan çəkirəm. Məsəl üçün, PT qrafiki T-yə perpendikulyar çəkirəm və sonuncu PV qrafiki göstərirəm. PV. Bayaqlarında gördüyünüz kimi yuxarıda göstərmişdim ki, P ilə V necə asılıdır? Tərs asılıdır. Onda tərs asılılığın qrafikini bu formada çəkirəm. İzotermik proseslərdə bunlar gördüyünüz kimi qrafiklərdir. İndi gəlin izotermik prosesdə sıxlıq və konsentrasiya qrafiklərinə baxaq. Bilirik ki, sıxlıq ρ bərabərdir. M vurulsun P, bu böyük M-dir, bölünsün RT-dir. Digər tərəfdən isə bilirsiniz ki, konsentrasiya P bərabər NKT-dir. Buradan N bərabərdir, P bölünsün KT olur. Onda T konstant olarsa, izotermik prosesdə, bax, T konstant olarsa, M-lə ümumiyyətlə R sabit cəmiyyətlərdir. T-ni də məsələ bizə konstant verərsə, çünki bu izotermik prosesdir, onda P ilə ρ necə asılıdır? Deyirik ki, ρ P-dən düz asılıdır. Deməli, izotermik prosesdə sıxlıq qazın deməli nəyindən, təzyiqindən düz asılıdır. Digər tərəfdən isə bəs konsentrasiya V ilə necə asılıdır? Rho V ilə necə asılıdır? Bilirsiniz ki, N bərabərdir, konsentrasiya N bölünsün V-dir. Onda N V ilə tərs asılı olduğu üçün, bayaqlar biz demişdik ki, Rho P ilə düz asılıdır. Onda biz Rho-nun V ilə asılılığını bu formada götürürük. Həmçinin bunu hardan çıxarda bilərik? Rho bərabərdir M bölünsün V-dir. Verilmiş kütləlidir. Bütün izoproseslər verilmiş kütləli olduğu üçün biz M-i sabit götürəriksə, onda Rho V ilə deməli tərs asılı olur. İzotermik prosesdə verilmiş kütləli ideal qazın orta kinetik enerjisi, orta kvadratik sürəti sabit qalır. Y kinetik bərabər konstant olur və V bərabərdir konstant olur. Hardan bilirik? V bərabərdir 3 RT bölünsün M-dir. Görürsünüz ki, burada T, bu digər cəmiyyətlər zaten sabitdir. T konstant olduğu üçün burada orta kvadratik sürət də sabit olacaq. Y kinetikin düsturu isə 2-də 3 KT-dir. Orada K Boltzmann sabitidir, sabitdir. İzotermik proses isə T-də konstantdır. Onda biz deyirik ki, izotermik prosesdə V-də, Y kinetik də deməli nədir? Sabitdir. Nə P-dən, nə də V-dən asılı deyil. Bu oldu izotermik proses. Keçirik digərinə.
Deməli, ikinci nədir? İzobar proses. İzobar proses nədir? Sabit həcmdə, sabit həcmdirsə həcm birlik P-dir, P konstant. Üzr istəyirəm, sabit təzyiqdə deyəcəkdim. Sabit təzyiqdə verilmiş kütləli, yəni M bərabər konstant, sabit təzyiqdə verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Demişdik ki, PV, T, buradan T bölünsün V bərabər konstant olacaq. Digər tərəfdən isə və yaxud da biz bunu belə də göstərə bilərik. V böl T bərabərdir konstant. Onda burada T ilə V düz asılı olacaq. T1 böl T2 bərabərdir V1 bölünsün V2-yə. Digər tərəfdən T1 V2 bərabərdir T2 V1. Biz bu qanuna deyirik Cey-Lustak qanunu. Gəlin onda qrafiklər üzərində göstərək. Məsəl üçün, mən PV qrafiki çəkirəmsə, dedik ki, izobar prosesdə P konstantdır, onda bu formada göstərirəm. Məsəl üçün, VP qrafiki göstərirəmsə, P konstantsa belə göstərirəm. PT qrafiki çəkək. P konstant. P qrafiki çəkək. Onda P konstant bu formada. Və TV qrafiki çəkək. Bayaqlar dedik ki, TV-dən necə asılıdır? Düz asılıdır. Onda qrafikin bu formada olacaq. Bunlar oldu izobar prosesin qrafikləri. İndi gəlin sıxlıqla konsentrasiyanı da yazaq. Bayaqlar yazdıq. Deməli, ρ bərabərdir MP bölünsün RT-dir. Burada deməli, bunlar sabit. P-ni də məsələ sabit verərsə, onda ρ ilə T necə asılıdır? Gördüyünüz kimi tərs asılıdır. Rho T-dən tərs asılıdır. Digər tərəfdən Rho V-dən necə asılıdır onda? Yenə də burada deyirik ki, Rho V-dən tərs asılıdır. Konsentrasiyanı göstərək. N bərabərdir P bölünsün KT. Konsentrasiya isə N T-dən tərs asılıdır. Çünki P konstantdır. Bu formada. İzobar prosesdə qaz molekulları tərəfindən poşinə təsir edən qüvvə sabit qalır. Çünki P bərabərdir F bölünsün S-dir. Buradan F bərabərdir P vurulsun S-dir. Burada P konstant olduğu üçün təbii ki, F də konstant olacaq. Onda məsələdə izobar prosesdə qaz molekulları tərəfindən poşinə təsir edən qüvvə deyəndə bunu sabit götürürük. Deməli, üçüncü proses. Üçüncü proses olacaq. Deməli, danışırıq izoxor prosesdən. İzoxor proses sabit həcmdə verilmiş kütləli ideal qaz üzərində aparılan prosesdir. Sabit həcm deyiriksə, təbii ki, V konstant olur və hər birində olduğu kimi M də konstant olur. Onda deməli, T bölünsün P bərabərdir konstant. Digər tərəfdən P böl T bərabər konstant olur. Onda biz asılılıq qurarıqsa, T1 böl T2 bərabərdir P1 bölünsün P2. Biz buna deyirik Şarl qanunu. Gördüyünüz kimi izoproseslərdən fikir verdinizsə, yalnız izotermik prosesdir ki, tərs asılıdır. Amma digər kəmiyyətlərdə, digər qanunlarda düz asılıdır. Onda burada T1 P2 bərabərdir T2 P1 şəklində yaza bilər. İndi gəlin bunların qrafiklərini də göstərək. Məsəl üçün, mən yazıram V T qrafiki. Onda nə olacaq? V konstant olacaq. Sonra keçirik T V qrafiki, V konstant. V P qrafiki, V konstant. P V qrafiki, V konstant və sonuncu T deməli PT qrafiki. Gördüyünüz kimi artıq burada həcm yoxdur. Həcm yoxdursa, dedik ki,
P ilə T, T ilə P düz asılıdır. Onda qrafikin bu formada olacaq. İzoxor prosesdə rho bərabərdir M bölünsün V-dir. Digər tərəfdən N bərabərdir M bölünsün V-dir. Bu düsturlara əsasən, əgər bizə izoxor proses verərsə, onda rho bərabərdir konstant götürürük. Digər tərəfdən N bərabər konstant götürürük. Onda qrafiklərimiz olacaq rho da N də P-dən, T-dən asılı olmayacaq, sabit. Deməli, biz proseslərimizi adlandırarkən temperatur deməli, artır. Temperatur artır və yaxud da temperatur azalır. Temperatur artırsa biz buna qızma deyirik. Temperatur azalırsa biz buna soyuma deyirik. İndi həcm artır və yaxud həcm azalır. Həcm artırsa biz buna genişlənmə deyirik. Həcm azalırsa biz buna sıxılma deyirik. Ümumiyyətlə, izobar prosesləri iki cür biz adlandıra bilərik. İzobar qızma və yaxud da ki, izobar genişlənmə. Digər tərəfdən izobar soyuma və izobar sıxılma. İndi, məsəl üçün, indi gəlin bir neçə qrafik nümunələrinə baxaq. Məsəl üçün, mən qrafiki bu formada V, T qrafiki çəkirəm. Deməli, oxun istiqamətini bu istiqamətdə qoyuram. Gördüyünüz kimi, qrafik V-yə perpendikulyardır. Onda nə deyirəm? Deyirəm ki, V konstant. Və temperaturun əks istiqamətindədir. Oxun əks istiqamətində onda T neyniyib? Azalıb. T azalır. T azalırsa, buna nə demişik? Soyuma. Onda bu qrafikin adı olur, buna da deyirik izoxor. Qrafikin adı olur izoxor soyuma. İzoxor soyuma. V konstantdır. T azalır. Onda P neyniyəcək? Biz demişik ki, V konstant olarsa, T azalırsa, onda P də azalacaq. Biz onda bu qrafikə həm izoxor, deməli, soyuma deyə bilərik, həm də təzyiqin, deməli, P-nin azalmasını deyə bilərik. Sonra başqa bir qrafik göstərim sizə. Məsəl üçün, biraz fərqli qrafik göstərim. PV. PV-dir və bu formadadır. Deməli, PV qrafikində tərs asılıdır. Nə zaman PV ilə tərs asılı olurdu? Təbii ki, T konstant, yəni izotermik prosesdə. Görürsünüz ki, burada V ilə, deməli, bu oxun istiqaməti eynidir. Onda V neyniyəcək? Artacaq. V artır. İzotermik prosesdə yeganə izotermik proses idi ki, digər cəmiyyətlər bir-birinə tərs asılı idi. V artırsa, deməli, P neyniyəcək? Azalacaq. Bu qrafikin adını oxusaq, deyərik ki, izotermik genişlənmə. Həcm azalsaydı, izotermik sıxılma deyərdik. Sonra, məsəl üçün, belə bir fərqli qrafik verim. Rho-nun T-dən asılılığı. Qrafiki belə göstərir. Bayaqlar dedik ki, rho o zaman konstant olur ki, rho konstantdırsa, deməli, təbii ki, sıxlıq konstantdırsa, V də konstantdır. Çünki rho bərabərdir, M bölünsün V-dir. Verilmiş kütləli zaten sabitdir. V də rho sabitsə, deməli, V də sabitdir. Deməli, onda bunun adına biz deyirik izoxor. Temperaturda gördüyünüz kimi neyniyib? Azalıb. Deyirsiniz ki, izoxor soyuma. Bəs həcm neyniyib burada? V konstant olanda, T azalanda, deməli, P də azalacaq. Çünki V konstant olanda digər cəmiyyətlər düz asılı idi. Sonra başqa bir nümunəyə baxaq. Belə bir qrafik verir bizə. Y kinetik V-dən. Bu
formada bayaqlar dedik ki, y kinetik bərabərdir 2 KT-yə əsasən. Deməli, y kinetik sabitsə, deməli temperatura sabitdir. Onda T konstant. T konstantdır. V də gördüyünüz kimi oxla V-nin istiqaməti eynidir. Deməli, V artır. T konstant olanda V artırsa, P neyniyəcək? Tərs asılıdır. P azalacaq. Onda bu qrafiki oxuyarıqsa deyirik ki, izotermik genişlənmə qrafiki. Deməli, məsəl üçün, gəlin bir neçə qrafik növlərinə baxaq. Deyirəm, izoxor qızma. İzoxor qızmadırsa, V konstantdır. V konstantdır. T də neynir? Artır. Gəlin baxaq. Məsəl üçün, indi bizdən təzyiqi soruşur. Təzyiq P bərabərdir. nöRT bölünsün V düsturuna əsasən. T artırsa, deməli, P də neyniyəcək? Artacaq. Çünki bu sabitdir. Digər tərəfdən də biz demişik ki, V konstant olanda T artırsa, P də artacaq. Düz asılıydı axı. Deməli, artdı. Sonra nəyə baxa bilərik? Biz ikinci hala baxırıq. İkinci. Məsəl üçün, sıxlığa baxırıq. Sıxlıq. Biz demişik ki, V konstant olarsa, rho da N də nə olacaq? Konstant olacaq. Sonra üçüncü baxırıq. Orta kinetik enerjiyə. Gəlin yazaq. Y kinetikin düsturu nə idi? 2/3 KT. K Boltzmann sabiti sabitdir. Temperatur artır. Onda Y kinetik neyniyəcək? Artacaq. Sonra dördüncü baxaq. Orta kvadratik sürət. V-nin düsturu V bərabərdir. 3 RT bölünsün M. Deməli, temperatur neyniyib? Gördüyünüz kimi artıb. Temperatur artıbsa, V neyniyəcək? Artacaq. Deməli, bu formada. Sonra ikinci hala baxaq. İndi izoxor soymaya baxaq. İzoxor soyma. V konstant. Temperatur neyniyib? Azalıb. İndi təzyiq. İzoxor prosesdə temperatur azalıbsa, təbii ki, təzyiq də azalacaq. Hardan bilirəm? P bərabərdir. nöRT bölünsün. V düsturuna əsasən. V konstantdır. T azalıbsa, P də azalacaq. İkinci, sıxlıq konsentrasiya. İzoxor proses isə bayaqlarında dedik ki, rho da N də nə olur? Konstant olur. Üçüncü, baxırıq orta kinetik enerjiyə. Y kinetik bərabərdir. 2/3 KT-dir. T azalıbsa, Y kinetik də azalacaq. Çünki K sabitdir. Dördüncü, orta kvadratik sürət. V bərabərdir. 3 RT bölünsün M-dir. Digərləri sabitdir. T azalırsa, V də neyniyəcək? Azalacaq. İndi gəlin, baxaq digər hadisəyə. Məsəl üçün, izotermik genişlənmə. İzotermik nə idi? T konstant. T konstant olanda V neynirdi? İzotermik genişlənmə deyiriksə, V artırdı. İndi, təzyiq birinci. P bərabərdir. nöRT bölünsün V. Deməli, nöRT bölünsün V. T sabitdir, baxmırıq. V artıb, onda P neyniyəcək? Azalacaq. Sıxlıq. Rho bərabərdir, M bölünsün V-dir. V artıbsa, onda rho neyniyəcək? Azalacaq. Konsentrasiya N bərabərdir, N bölünsün V-dir. V artıbsa, konsentrasiya azalacaq. Üçüncü, orta kinetik enerji. Bayaqlarında demişdik ki, Y kinetik T sabit olarsa, Y kinetik də V-də konstant olur. Demişdim, yenə də deyirəm. Deməli, Y kinetik bərabərdir 2/3 KT-yə əsasən. V bərabərdir 3 RT bölünsün M-ə əsasən. T sabitdirsə, bu iki kəmiyyətlər də sabit olur. Sonra baxaq digər hala. Mən bunların hamısına aydın deyirəm ki, test izahlarında heç bir sualınız qalmasın. Sonra baxaq dördüncü hadisəyə. Dördüncü artıq T konstant. V azalır. Onda birinci baxaq. Təzyiq P bərabərdir nöRT bölünsün V. V azalıb, onda P neyniyəcək? Artacaq. Sıxlıq konsentrasiyası rho bərabərdir
n bölünsün v, v azalıb, onda rho artacaq. N bərabərdir n bölünsün v, v azalıb, n artacaq. Üçüncü, bayaqlar dedim, yenidən yazmıram. Onda t konstantdırsa, y kinetik də v də nə olur? Konstant olur. Və sonuncu hallarımıza baxaq. Bunlar hansılardır? Deməli, izobar proses 5-ci idi, səhv eləmirəmsə. İzobar qızma və yaxud da genişlənmə. Bayaqlar demişdik ki, eyni şeydir. P konstantdır, V artır, T artır. Onda gəlin sıxlığa baxaq. Rho bərabərdir n bölünsün v-yə. V artırsa, sıxlıq necə azalacaq? Digər tərəfdən n bərabərdir n bölünsün v. V artırsa, n necə azalacaq? Bu oldu birinci. İkinci, kinetik və orta sürətə baxaq. Y kinetik bərabərdir 2-də 3 kt. T artırsa, kinetik də artacaq. Digər tərəfdən V bərabərdir 3 t bölünsün m-dir. T artırsa, V də artacaq. Bu oldu deməli izobar qızma və yaxud izobar genişlənmə. 6-cı hadisəyə baxırıq, sonuncuya. İndi deyirik ki, izobar soyuma və yaxud da ki, sıxılma. Deməli, P konstant, izobarda P konstant idi. T azalır, V azalır. Onda birinci, sıxlıq konsentrasiya rho bərabərdir n bölünsün V. Onda rho artacaq. N bərabər n bölünsün V. Onda konsentrasiya artacaq. İkinci, Y kinetik bərabərdir 2-də 3 kt-dir. T azalırsa kinetik azalır. V bərabərdir 3 t bölünsün m-dir. T azalırsa V də azalacaq. Deməli, bu da oldu belə. Sonra son olaraq onu da qeyd edeyim ki, deməli, bir-birinə incə borularla birləşdirilmiş qablarda eyni növ və eyni temperaturlu qazlar olarsa və sizə kran verərsə, buna aid məsələlər var. Buradan kran vasitəsilə, tutaq ki, burada bir kran qoyulub bu hissəyə. Buradakı qab daha böyükdür. Burada P1, V1 birinci qabda, burada P2, V2, bu da ikinci qab. Deyir ki, aradakı kran açılarsa, bu zaman nə olur? Qaz molekulları təzyiqi çox olan hissədən az olan hissəyə keçir və sonda qablardakı təzyiq bərabərləşir. Bu təzyiqə biz qərarlaşmış təzyiq deyirik. Onda qərarlaşmış təzyiqdə bizdə son olaraq ifadəmiz belədir ki, P son bərabərdir. P1, V1 üstəcə P2, V2 bölünsün. V1 plus V2. Bu düsturu da məsələ həllərində istifadə eləyəsiniz. Deməli, ideal qaz qanunları haqqında, izoproseslər haqqında bu qədər.